Salam dostlar, bugün sizlerle birlikte Brawl Stars'ta kupa kasacağım ve kanalın gedişatı hakkında danışacağım ve kanalda edeceğim şeyler hakkında danışacağım. Oyun sesi full eləmişəm ki. İlk olaraq kanalda niyə video atmıram? Kanalda əslində mən video atmağı istəyirəm, amma izləyən yoxdur. Shorts atıram hərdən bir də. Ən axırıncı shortsum çox gec atmışam. Kanalı buraxmışam kimi də. Niyə bu qədər kanalda aktiv olmuram? Çünki kanalda video paylaşanda izləyən yoxdur. Sadəcə shortslar izlənir. Shortsların abunə, like falan gəlir. Normal videolardan hər hansı şey olmur. Yəni izləyən olur. Ən çox izlənən videom Shelly'nin 1100 kupa elədiyim video idi. Arxada özü də fəng açdım. Amma indi inşallah hər gün video atmağı düşünürəm. Video atmağımın bir səbəbi də içerik bilmirdim. İçerik yoxdur yəni. Nə videosu atım deyə düşünürdüm. Onsuz da attığım videolar çox az izlənir. Bir də normal kupa kasma videosu atsam heç kim izləməz deyə video atmırdım. Shorts videosu isə niyə atmıram? Çünki shorts videosu atmaq üçün gərək dostum, ekibim falan olsun. Dostum əvvəllər əslində atırdım. Məsələn, Tikin ultisində dostum atırdım. Mən isə ondan qaçmağa falan çalışırdım. Həmçinin short videolar atırdım. Amma indi edə bilmirəm. Çünki həmin o dostum Brawl Stars'ı buraxıb. Yəni mənə kömək edəcək heç kim yoxdur. Amma əgər mənə kömək eləmək istəyən varsa aranızda, kommentlərə adını yaza bilər. ID-sini daha doğrusu. Kommentlərdən ID-sini yazmış bir dənə adamı seçəcəm. Mənə videolarda kömək eləməsi üçün. Yəni inşallah kimsə yazar ID-sini. Öldürə bilər dəstə məni o. Frank. Və yəni əvvəlki yayınlarıma gələnlər bilər ki, əvvəllər də yayın açardım. Hər gün yayın açardım özdə. Yayınları da buraxdım. Daha səbəbini demək istəmirəm. Əsas səbəblərinin bir dənəsini deyəcəm sizə. Telefonun zərərtkəsi az olanda məndə oyun donur ki, telefon ona görə yayın açılmıram. Çünki telefon donduğu üçün yayında ölürəm direkt də. Həmçinin yayın olmaz. YouTube adamı öldürəcəyim bir azan qalmışdı. Sirius'u. Hesabım haqqında danışmaq istəyirəm. Hesabımı əslində mən indi çox dəyərli bir hesab eləməyə çalışıram. Görmüş olduğunuz kimi 61.000 kupam var. 21 dədə prestijim var. Ən çox kupalı karakterim Lily'dir. 228 kupa. Profilim bələnçiyinədir. Bu görmüş olduğunuz kimi bələnçiyinə gümüş bu karakterlər var. Gümüş, rozet kimi bir şey. Onları mən altın eləməyə çalışıram. Bu ya dünənləri və bu günləri içərisində 8 dənə karakteri altın rozet kimi nədir? Bunu elədim. Və ünvanlarımı sizə göstərmək istəyirəm. Məndə görmüş olduğunuz kimi harada sonsuzluq və ötəsinə ünvanı var. Bu bildiyim qədərilə çox dəyərli bir ünvandır. Yəni çox yox da dəyəri var da. Çünki yəni sizdə də bu varsa dəyərlidir hesabınız. Çünki əvvəlki etkinlik olan bazı işıq yolu gələndə oyuna onun ünvanı alsaq onu ala bilirdik. Özü də bu arada sizə kulübümüzü tanıtım. Kulübümüz bir dənə şəxs tərəfindən dağıdılmışdı. Kulübü yenidən toparlayırıq 27-ci
27-də üyemiz var. Əvvəllər klubda Azərbaycan 942-ci falan idik. Amma indi klubda az kupaları atmağı düşünürəm. 15.006 kupaları bu 3 nəfəri. Yəni siz də klubumuzə gəlmək istəyirsinizsə, klubumə daha doğrusu adı budur. Klubə gəlsəz də sevinərəm. Klubda bəzən mini game edirik. Hər gələnə də kidəmliyə veririk. Məsələn, yeni gələn boss adlı adam var imiş. Bunun da kidəmliyəsini veririk. Karakterlərim isə 95 dənədir. Deyəm bunu normal eləyim, enderlik. Çox az karakterim qalmayıb. 5 də karakterim açmadan olub. Bunların da beləncəsində kostümləri var. Dəyərli kostüm olaraq sayılan bir də məndə bu var. Bu simgə var. Bu simgə yanlış xatırlamıramsa 200 dənə savaşçı öldürdüyümüzdə gəlirdi və hardadır o? Və bu var. Navi'nin Surge'un əlində Navi tutduğu simgə. Bunu da dəyərli olacağını düşünürəm. Çünki oyundan bildiyiniz kimi eski, yəni beləncəsinin şeylər qaldırılıb. Yeniləri gəlib. Ona görə bunlar dəyərli olacağını falan düşünürəm. Oyuna nə oldu ha? Bu nə problemdir? Oyun getdi. Görə bilməmiz kimi hackdir bu burada. Hackdir. Oha, hack öləcəm. Bəxtimə oyuna bax gör nə oldu deyə. Neysə, bugün belə olsun. Sizə kanal haqqında edəcəyim yeni şeylərdən xəbərini verdim. Bugün olmasa da sabahları yeni bir video ilə qarşınızda olacağım. Sabahları bəlkə canlı yayın da açdım. Canlı yayın 12:00-da olacaq. İstəyən gələ bilər. Və kanala abunə olub like atmaq unutmayın. Sağ olun, salamat qalın.